Hörmətli cənab prezident, hörmətli qonaqlar, sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu İtaliya-Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür. Biz sizinlə tez-tez görüşürük. Romada və eyni zamanda bu sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il sizinlə görüş zamanı mən sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmişsiniz. Və bugün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır. Biz artıq bir neçə vacib məsələni müzakirə etmişik. Bizim əməkdaşlığımız çox şaxəlidir. Demək olar ki, bir çox sahələri əhatə edir. Energetikadan başlamış sənaye istehsalına qədər və hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır və 5 il bundan əvvəl imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə deyə bilərəm ki, tam icra edilir. Bizim əlaqələrimiz eyni zamanda bizim yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir. Bizim Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. İtaliya həmişə bizim Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasına öz dəstəyini vermişdir və biz buna görə sizə minnətdarıq. Və təbii ki, energetika sahəsində bir çox əhəmiyyətli nəticələr var. Bu barədə biz artıq danışmışıq. İndi geniş tərkibdə bu müzakirəni davam etdirəcəyik. Nəticələrlə bağlı əlbəttə ki, bir-birimizi təbrik edə bilərik haqlı olaraq. Amma bizim planlarımız daha genişdir. Həm İtaliya ilə iki tərəfli formatda, həm Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsi məsələləri çox vacibdir və biz bu məsələlər üzərində uğurla çalışırıq. Sabah da çox gözəl tədbir olacaq. İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında biz birlikdə iştirak edəcəyik. Və əslində bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi 3 il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilibdir. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaq. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəkdir. Bir daha sizi salamlayıram və bir daha xoş gəlmişsiniz deyirəm. Cənab Prezident, bizi qəbul etdiyinizə görə sizə olduqca minnətdaram. Elə indicə əvvəlki görüşümüzdə dedim ki, Bakıda yenidən olmağımdan çox məmnunam. Siz də qeyd etdiniz ki, 7 ildən sonra etdiyim səfəri xatırlayıram. Həmin səfər çərçivəsində TAP-a böyük dəstək verməyə müvəffəq olduq. Buna görə də sizə minnətdaram. Eyni zamanda Romaya etdiyiniz çox mühüm səfərləri mən xatırlayıram. Sizinlə apardığımız söhbətlər hər zaman dostluq və əməkdaşlığın rəmzi olub. Öz növbəmdə bildirdim ki, ölkələrimiz arasında strateji əməkdaşlığa tam dəstək veririk. Əməkdaşlığımız yüksələn xətlə artır, genişlənir və müxtəlif sahələri əhatə edir. Sabahki tədbirə gəldikdə, sizinlə birgə İtalyan-Azərbaycan Universitetinin tələbə şəhərciyinin açılış mərasimində iştirak etmək üçün verdiyiniz dəvətə görə təşəkkür edirəm. Tərəfdaşlığımız iqtisadi sahələrlə, çox vacib enerji və sənaye sektorları ilə məhdudlaşmır. O, həmçinin mədəniyyət, gənclərimiz üçün təhsil sahələrini əhatə edir. Bu məqam işbirliyimizin böyüklüyünü, onun möhkəmliyini göstərir.
Dəvətə görə təşəkkür edirəm və düşünürəm ki, bununla əməkdaşlığımız genişlənəcək və eyni zamanda sizin Avropa İttifaqı ilə də münasibətlərinizə töhfə verəcək. Italian President Sergio Mattarella emphasized that COP29 was held excellently in Azerbaijan and highlighted the importance of the decisions adopted at the event. He also congratulated the head of state on the results achieved in Washington regarding the normalization of relations and the peace agenda between Armenia and Azerbaijan. President Ilham Aliyev expressed his gratitude for the congratulations.